Bağışlayan və mehriban Allahın adı ilə bu gün sizlərə ümumi əruzda müqəddimə bəhslərdən sayılan rükunlər bəhsi haqqında geniş məlumat verəcəyəm. Rükun sözü lüğəvi olaraq, lüğəvi mənası bir şeyin əsas tərəfi, sütunu adlanır. Əruz vəzninin də rükunlər bəhsi əruzun əsas tərəflərindən hesab edilir. Rükunlərin sayı 3-dür. Əruz vəznində 3 rükun var. Birinci rükunumuzun adı səbəbdir, ikinci rükunumuzun adı vətətdir, üçüncü rükunumuzun adı da fasilədir. Bu rükunlər özləri də 3 qisma bölünürlər. Hərəsinin 3 növü var. Gəlin başlayaq birinci səbəb rüknündən. Görək, səbəb nədir? Nəyi ifadə edir? Necə işlənir? Əruzda rolu, mühüm rolu nədir? Səbəb rükününə keçməmişdən əvvəl onu da qeyd edim ki, ərəb dilində kəlmələr hərəkəli və hərəkətsiz hərflərin ardıcıllığı ilə işlənməsi ilə, bir-birini izləməsi ilə yaranır. Nədir bu hərəkəli və hərəkətsiz hərflər, yəni sakin hərflər? O haqda biraz sizə məlumat verim. Bu, Azərbaycan dilində necə ifadə olunur? Bacardığım qədər sizə mövzunu daha da açıq şəkildə izah etmək istəyirəm. Hərəkəli hərf o hərfə deyilir ki, yəni bunu Azərbaycan dilində olan hərflərlə ifadə etsək, bunu bu cür ifadə edərik ki, bir samit hərfdən sonra sait hərf gələrsə, həmin samit hərfə deyərlər hərəkəli hərf ərəb dilində. Yəni, o samit hərfin ki, sait səsi olar, o samit hərf hərəkəli hərf hesab olunar. O samit hərfin ki, sait səsi olmaz, yəni tək halda işlənər, özündən sonra sait hərf gəlməz, o da sakin hərf hesab edilər, yəni hərəkətsiz hərf hesab edilər. Bu, ümumi qaydadır. Bunu yadda saxlayaq ki, rükunlərin tərkibin izah edəndə sizə də məsələ daha açıq şəkildə aydın olsun. Deməli, birinci rükunumuzun adı səbəbdir. Səbəbin özünün də 3 dənə növü var. Yüngül səbəb, ağır səbəb, orta səbəb. Nədir yüngül səbəb? Yüngül səbəb bir hərəkəli və bir sakin hərfin birləşməsindən yaranan kəlmələrə deyilir. Buna misal olaraq gəl, get, söz, yer, gün, sən, mən, biz. Bu qəbildə olunan bir çox kəlmələri misal göstərmək olar. Bu kəlmələr deməli hər biri yüngül səbəb adlanır. Göründüyü kimi də həqiqətən yüngül səbəb demək olar bunlara. Çünki misal üçün bir sözü götürək, mən sözün. İlk gələn samit hərfimiz m samitidir və özündən sonra ə hərfi gəlib, sait hərfdir və özündən sonra sait hərfi gəldiyinə görə bu samit hərfi olub hərəkəli hərf. Sondakı n hərfi isə samit hərfdir, amma özündən sonra sait hərf gəlmədiyinə görə, özünün sait səsi olmadığına görə bu hərfdə sakin hərf hesab olunur. Ona görə bu qəbildə olan sözlərə deyirlər yüngül səbəb. Çünki yüngül səbəbin tərifi bir hərəkəli və bir sakin hərfin birləşməsindən yaranır. Tərifi bu cürdür. Bildiyiniz kimi Azərbaycan əruzunu və digər ölkələrin müqayisəli formada izahını vermiş Azərbaycanlı dahi, dilşünas, şərqşünas, əruzşünas professor Əkrəm Cəfər müəllim bu rükunləri ünsürlərlə ifadə etmiş, onlara öz dilimizdə olan kəlmələrlə ad vermişdir. Ünsür olaraq yüngül səbəbə Əkrəmi sxemlə baxsaq, yüngül səbəb dil ünsürü olaraq adlandırılır. Yəni, yüngül səbəbi biz Azərbaycan əruzunda dil ünsürü ilə ifadə edə bilərik. Bu, Əkrəmin metodudur, Əkrəm müəllimin metodudur. İkinci səbəbin ikinci növü ağır səbəbdir. Nədir ağır səbəb? Ağır səbəbdə iki hərəkəli hərfin birləşməsindən yaranan kəlmələrə deyilir. Buna misal olaraq da nəvə, dəvə, hərə, sənə, mənə kimi sözləri
misal göstərmək olar. Həqiqətən də bu sözlər iki hərəkəli hərfin birləşməsindən yaranır. Misal üçün baxaq sənə sözünə. Birinci hərf S hərfidir, sait səsi ədir, bəli, hərəkəlidir. İkinci samit hərfimiz N-dir, sait səsi də yenə var, ə hərfi onun sait səsi hesab olunur. Deməli, bu kəlmələr iki hərəkəli kəlmələr ağır səbəb adlanır. Əkrəmi sxemi ilə ünsür olaraq buna ad versək, səbəbin bu növü də, ağır səbəbi də nüvə ünsürü ilə adlandırmaq olar. Bu da ki, Professor Əkrəmin metodu hesab olunur. Üçüncü səbəbimiz orta səbəbdir. Orta səbəbin də tərifi belədir ki, bir hərəkəli və iki sakin hərfin birləşməsindən yaranan kəlmələrə deyilir. Buna misal olaraq da dərd, eşq, mərd, sərt, vəsf, vəqf kimi sözləri göstərmək olar. Həqiqətən də baxırıq, birini götürək, elə dərk sözünü götürək. İlk samit hərfi D-dir, sait səsi ə-dir. Amma növbəti iki hərf ki var, samit hərflər, R, K, bunların sait səsi olmadığından bunlar da sakin hərf hesab edilir. Azərbaycan dilində, yəni ərəb dilində bunu tutuşdursaq, bunlar da sakin hərflər, yəni hərəkəsi olmayan hərflər hesab edilir. Deməli, bir hərəkəli, iki hərəkətsiz hərfin, yəni sakin hərfin birləşməsi ilə yaranan kəlmələrə deyildi orta səbəb. Orta səbəbin də yenə Əkrəmi sxemi ilə ünsür olaraq adlandırsaq, onu can ünsürü ilə adlandırmaq olar. Keçək ikinci rükünümüzə. İkinci rükünümüz vətəddir, vətəd rükünüdür. Vətəd rükününün də üç qismi var, üç növü var. Birinci növü yanaşı vətəddir. İkinci növü aralı vətəddir, üçüncü növü də cəm vətəddir. Nədir yanaşı vətəd? Yanaşı vətəd iki hərəkəli və bir sakin hərfin birləşməsindən yaranan kəlmələrə deyilir. Buna misal olaraq xəbər sözünün misal göstərmək olar. Xəbər, kədər, səfər, bilik, bir çox kəlmələri, bu qəbildə olan bir çox kəlmələri misal göstərmək olar. Gördüyünüz kimi bu kəlmələr də iki hərəkəli və bir sakin hərfin, yəni iki samit hərfin sait səsi var, üçüncü samit hərfin sait səsi yoxdur. Deməli, bu kəlmələr iki hərəkəli və bir sakin hərfin birləşməsindən yaranır. Bu kəlmələrə də biz yanaşı vətəd adı veririk. Əkrəmi sxemi ilə buna ünsür adı versək, bu kəlmənin də ünsür adı qələm olaraq göstəriləcək. Keçək aralı vətədə. Aralı vətəd nədir? Aralı vətəd bir hərəkəli, bir sakin və yenidən bir hərəkəli hərfin birləşməsindən yaranır. Sanki bir dənə sakin hərf ortadadır və sağ və solda bir hərəkəli hərf var. Sanki iki hərəkəli hərfi bir-birindən ayıran ortada bir sakin hərf mövcuddur. Bu hərəkətə uyğun olaraq bu rükünün adı aralı vətəd adlanır. Yəni aralı vətəd ona görə adlanır ki, vətədül məfruq deyirlər buna. Ona görə aralı vətəd deyirik ki, iki hərəkəli hərfi bir-birinə qovuşmağa qoymayan ortada bir sakin hərf mövcuddur. Bir hərəkəli hərf ardıcıllığı bu cürdür. Bir hərəkəli hərf, bir sakin hərf və yenidən bir hərəkəli hərf. Buna nümunə olaraq bir çox kəlmələri göstərmək olar. Elə götürək bəlkə sözün. Bəlkə sözünə baxırıq. B hərfi hərəkəlidir. Sonra L hərfi gəlir, samit hərf. Hərəkətsizdir, sakindir. Sonra K hərfi gəlir, o da nədir? Hərəkəlidir. Deməli, B hərfi ilə K hərfin ortasında yerləşən hərf sakin hərfdir, L hərfi sakin hərfdir. Bu və K hərfləri isə nədir? Hərəkəli hərfdir. Bu qəbildə olan sözlərə də deyilir aralı vətəd. Bu da aralı vətədin tərifidir. Bunu da Əkrəmi sxemi ilə ünsür olaraq ad versək buna, bu pərdə ünsürünə bərabər olacaq. Sonra gəlir cəm vətəd. Cəm vətəd nədir? Cəm vətədin tərifi bu cürdür ki, iki hərəkəli və iki sakin hərfin birləşməsindən yaranar. Buna misal olaraq dürüst sözünü göstərmək olar. Dürüst sözünə baxırıq.
İlk iki hərfi, samit hərfi hərəkəlidir, yəni sait səsi var. D ilə R hərflərinin, samit hərflərinin ikisinin də sait səsi var, yəni sait hərfi var. Sondakı S və T samit hərflərinin isə sait səsi olmadığından bunlar da sakin hərf hesab edilir. Ümumilikdə dürüst sözü cəm vətəd olaraq adlandırılır. Cəm vətədin də Ekrəmi sxemi uyğun olaraq ünsür adı nücan olaraq adlandırılmışdır. Bu niyə bu cür adlandırılıb? Çünki biz demişdik ki, orta səbəb can ünsürünə bərabərdir və cəm vətədin də sonu, son hecası zaten orta səbəbdir. Amma əvvəli isə ağır səbəbin yarısıdır. Ona görə onu nü və can olaraq adlandırmışıq. Bu da olub nücan, nücan. Nü ümumən ünsür getməz. Ona deyərlər yarım rükün. Yəni bir rükünün yarısı. Yəni ünsür olaraq o adlandırılmır. Ona deyilir yarım rükün. Yəni müstəqil halda rükün hesab edilməz. Amma bir rükünə qoşularsa, birləşərsə bir rükün yaradar. Yeni bir rükün yaradar. Necə ki, nücan rükünün yaradır. Nücan rükünü vətədin, vətəd rükününün cəm adlanan növünə şamil olunur. Sonra gəlir kiçik fasilə, böyük fasilə, ən böyük fasilə, yəni fasilənin növləri. Fasilənin də səbəb və vətəd kimi 3 növü var. Birinci növü kiçik fasilə, ikinci növü böyük fasilə, üçüncü növü də ən böyük fasilədir. Nədir kiçik fasilə? Kiçik fasilənin tərifini iki cür vermək olar. Ya deyə bilərik ki, bir ağır səbəb və bir yüngül səbəbin birləşməsindən yaranır. Nüvə, ağır səbəb nüvə idi, yüngül səbəb də dildir. Nüvə ilə dili birləşdirəndə kiçik fasilə yaranır. Və yaxud da deyə bilərik ki, 3 hərəkəli hərf və bir sakin hərfin birləşməsindən yaranır. Məsələn, gələrəm sözün, sevərəm sözü buna bariz nümunədir. Burada da gördüyünüz kimi hərəkəli hərflərin ardıcıllığı və sondakı sakin hərfi görmək olar. Sonra gəlir böyük fasilə. Böyük fasiləni də iki cür adlandırmaq olar. Biri bu cür deyə bilərik ki, 4 hərəkəli və bir sakin hərfin birləşməsindən yaranır və yaxud da bunu bu cür ifadə etmək olar. Deyə bilərik ki, bir ağır səbəb və bir yanaşı vətədin birləşməsindən yaranır. Nüvə qələm. Böyük fasilədə nüvə qələmdir. Kiçik fasilə nüvə dili idi. Böyük fasilədə nədir? Nüvə qələm olaraq adlandırılır. Yəni ünsür adı bu cürdür. Bu cür ünsürlərə deyirlər mürəkkəb ünsür. Çünki onun tərkibində artıq 2 dənə rükün var. 2 rükün varsa, bu rükünlər artıq bu ünsürü mürəkkəbləşdirdiyinə görə, sadəlikdən çıxdığına görə bu ünsürlərə mürəkkəb ünsürlər deyirlər. Nəhayət sonda gəlir ən böyük fasilə. Ən böyük fasiləmiz də 5 hərəkəli və bir sakin hərfin birləşməsindən yaranır. Bunu bu cür adlandırmaq olar və yaxud da ikinci bir metod da var. Bu dediyim metod kimi bunu da bu cür adlandırmaq olar. Yəni 2 ağır səbəb və bir yüngül səbəbin birləşməsindən yaranır. Məsəl üçün bunu da bu cür ifadə etmək olar. Nüvə dil. Nüvə dil gələ bilərəm hərəkətimiz, yəni bu qəbildə olan bir çox kəlmələr ən böyük fasiləni ifadə edir. Nəhayətdə onu deyim ki, ağır səbəb rükününə uyğun təfilə olmadığı üçün biz onu müstəqil şəkildə istifadə etməmişik. Çünki bütün rükünlərə uyğun təfilələr var, amma təkcə ağır səbəbdən başqa savayı. Misal üçün, orta səbəbə uyğun təfiləmiz fa təfiləsidir. Fa üzərində apostrofi zəruridir. Çünki fa'nın üzərində apostrof olmasa artıq o yüngül səbəb olur, orta səbəb olmur, dil ünsürünə bərabər olur. Amma fa'nın üzərində apostrof olanda onu növbəti dərslərimizdə izah edəcəyik. Apostrof niyə ifadə edir inşallah. Fa burada üzərində apostrof olan fa orta səbəb adlanır, ünsürü candır, formulasında qeyd eləmişəm. Sonra gəlir fə, üzərində apostrof olan. Üzərində apostrof olmasa fə olacaq nü, amma apostrof olsa olacaq dil, yəni yüngül səbəb. Fə üzərində apostrof da dil ünsürünə bərabərdir. Sonra gəlir yanaşı vətəd fəəl. Fəəl də
qələm ünsürünə bərabərdir. Sonra gəlir fə'lü, bu da pərdə ünsürünə bərabərdir. Sonra gəlir fəul, nücan, bu da cəm vətətdir. Sonra gəlir fəilün, nüvə dil, fəi, nüvə dil, lündə dildir. Bu da kiçik fasilədir. Sonra gəlir fəilətün, nüvə qələm, bu da böyük fasilədir. Sonra gəlir mütəfəilün, bu da ən böyük fasilədir, nüvə nüvədir. Deməli, bir dənə səbəbin ikinci növü ağır səbəbə nümunə təfil olmadığından biz onu müstəqil şəkildə qeyd etməmişik.